Salam, hər vaxtınız xeyirli olsun. Bugün sizlərlə qədim şərq, yəni Misir mövzusunu keçirik. Uşaqlar, nəzərə almanızı istəyərəm ki, artıq biz ümumi tarix dərs vəsaitini Anar İsayevdən keçirik. Anar İsayevin ümumi tarix dərs vəsaiti olduqca çox gözəl və konspektləşdirilmiş şəkildədir. İndi isə dərsimizə başla. İlk mövzumuz olacaq Misir. Misir. Əsasən Misir eramızdan əvvəl 4-cü minillikdə yaranmışdı. Mən sizə onun yaranması tarix haqqında qısa bir məlumat verim. Misir əsasən eramızdan əvvəl 5-ci yüzillik, yəni 5-ci əsrdə Misir haqqında ilk məlumat Yunan tarixçi Herodot vermişdi. Hətta Misiri Nilin töhfəsi adlandırılır. Yəni Misir, görürsünüz xəritədə. Göstərim sizə, baxın. Bu hissədə yerləşir. Bunu nəyə oxşadırsınız siz? Baxın, görün, elə yadda saxlayaq. Çəkici oxşuyur. Nə oxşuyur? Nəyisə oxşadıb yadımızda saxlayaq. Hansı ki, bu Aralıq dənizində yerləşir. Aralıq dənizi gördünüzmü? Deməli, əsasən Misir eramızdan əvvəl 4-cü minillikdə yaranmışdı. Misiri Nilin töhfəsi və qara torpaq adlandırırlar. Uşaqlar, deməli, qədim Misirdə daşqınlardan qoruma mədəniyyəti haqqında yox, hələ təsərrüfat haqqında danışaq. Qədim Misirdə əsasən daşqınlardan qorunmaq üçün damba tikilirdi. Daha sonra hansı ki, bəzi yerlər var ki, dağlıq ərazidir, ora su çatmırdı. Ona görə şaduflardan gördüyünüz kimi, baxın, budur şaduf. Şaduflardan istifadə edilərək həmin o suvarılmamış hissələri suvarırdılar. Və nəyi nəzərə saxlayır? 3-cü Tutmosun dövründə ölkəyə Nubiyadan qızıl, deməli Nubiyadan qızıl, Suriya, Fələstindən mis, Babilistan, Finikiyadan ağac gətirilirdi. Əla. Gələk Misirin yaranması tarixi. Misir eramızdan əvvəl 4-cü minilliyin sonlarında yaranmışdı. Necə yaranmışdı? Deməli, Nilin ətrafında, Nil çayının ətrafında 40-a qədər nom yaşayırdı. Yəni, kiçik dövlət deməkdir nom. Kiçik dövlət deməli, vilayət var idi. Hər bir nomun öz hökmdarı, dini, dili, tanrısı var idi. Və nomlar arasında toqquşmalar baş verdi. Hansı ki, bu iki səbəbdən idi. Bir dənə ortaq səbəbi o idi ki, bunlar istəyirlər ki, Misiri vahid yaratsınlar və bir nəfər idarə etsinlər bütün dövləti. Bu yüzden 4-cü minillikdə onlar arasında mübarizə başladı. Hansı ki, yuxarı və aşağı Misir, yuxarı Misir cənub, aşağı Misir şimal idi. Və sonda müharibənin nəticəsi oldu ki, yuxarı Misir qalib gəldi və bütün ölkəni vahid şəkildə birləşdirdi. Və ilk paytaxt isə Memfis oldu. Əla, buranı bildik. Misirin idarə etmə sisteminə gəldikdə Misirdə vardı Firon çahtəkahin. Firon əsasən günəşin oğlu adlandırılırdı, əsas hökmdar idi. Onu böyük ev adlandırırdılar. Ölkənin baş komandanı idi. Bütün hər kəs ona tabi idi. Hakimiyyəti irsən keçir, atadan oğlu keçirdi. Hətta Tanrının yer üzündə sahibi adlandırırdılar. Sonra var çati ali məmur idi. Əsasən bura Firon öz oğullarından qoyurdu vəzifəyə. Bu dəftərxanadır, dövlət xəzinəsi, məhkəmə təsərrüfatı bu idarə edirdi. Vardı kahin. Bu əsasən din işlərinə nəzarət edirdi. Fironu yer üzünün tanrısı hesab edirdilər. Adlandırırdılar. Sonra uşaqlar burada var idi nə? Məmurlar, kahinlər, kətlilər, sənətkarlar, tacirlər və qullar. Bunlar kim idi? Bunlar Misir əhalisinin təbəqələri idi. Məmurlar birinci, kahinlər 2, kətlilər, sənətkar, tacirlər və qullar. Sonra Misirin gəlirik hökmdarlarını 3 hökmdar yadda saxlayacaqsınız. 1-ci Tutmos, 3-cü Tutmos və 2-ci Ramzes. 1-ci Tutmos əsasən yəni eramızdan əvvəl 2-ci minilliyin ortalarında artıq Misir çox qüdrətləndi. Deyəcəm necə oldu. Əvvəla biz gələk 1-ci Tutmosun hakimiyyət dövrünə. Hansı ki 1-ci Tutmos nə etmişdi? Misir işğalçı yürüşləri ilk dəfə bu eləyib demək olar. Deməli, Fələstin və Suriyanı işğal elədi və dövlətin sərhədləri ilk dəfə Fərat çayına çatırdı. Və eyni zamanda Misirə Cənubu Nubiyanı da özünə tabi etdi. Buranı bildik, əla. Sonra gəlir 3-cü Tutmos. Hansı ki 3-cü Tutmos 1-ci Tutmosun nəvəsi idi. Bunun dövründə nə oldu? Əsasən bu Fələstin, Suriyanı, Finikiyanı işğal elədi. Yenidən Misirə tabi elədi, yəni. Sonra Fələstin və Suriyanı idarə etmək üçün bura canişinlər təyin etdi. Sonra gəlir 2-ci Ramzes. 2-ci Ramzes hakimiyyəti əsasən 2-ci minillikdir və eramızdan əvvəl 13-cü yüzillik hesab olunur. 2-ci Ramzesin hakimiyyət dövrü yeni şahlıq dövrü və eyni zamanda ən qüdrətli hökmdar hesab olunur. 2-ci Ramzes hakimiyyəti gələn zaman Hitlərlə müharibə apardı. Müharibənin səbəbi Suriya uğrunda idi. Müharibə zamanı əsasən müxtəlif döyüş arabalarından, toplardan istifadə olunurdu və sonda təbii ki, heç bir dövlət qazanmadı. Yəni nə Het qazandı, nə Misir.
və sonra bunlar Kadeş müqaviləsi imzaladılar. Eramızdan əvvəl 1286-cı Kadeş müqaviləsinə görə Finikiya və Fələstin Misir hakimiyyətində qaldı, amma Suriya isə iki dövlət arasında belə bölüşdürüldü. Cənubi Suriya Misirlərə, şimalı isə Suriyaya verildi. Şimali Suriyası verildi Hitlerə, aydındır. Və əsasən bu 2-ci Ramzesin şərəfinə Nubiyada 24 metrlik heykəl qoyulmuşdu. Aydındır. Misirin tənəzzülünə gələk. Əsasən Misir eramızdan əvvəl 1-ci min əvvəllərində burada hakimiyyət olan ibarət nəticəsində bir neçə ayrı hissələrə parçalandı və hakim üsulları tez-tez dəyişirdi və bununla da bundan fürsətdən istifadə edən Əhəməni hökmdar 2-ci Kambizin eramızdan əvvəl 525-ci ildə bura yürüş elədi və Pelusiya döyüş zamanı Əhəmənilər qalib gəldi. Misir Əhəməni hökmdarının əsarəti altına keçdi. Daha sonra Makedoniya İskəndər şərqi yürüş zamanı eramızdan 332-ci ildə müqavimətsiz olaraq Misiri tutdular və eramızdan 30-cu ildə isə Misir Romanın əyalətinə çevrildi və süqut elədi. Misirin mədəniyyətinə gəldikdə isə əsasən çox qısa belə deyim sizə. Misirlilər ilk yazı eramızdan əvvəl 4-cü minillikdə Misirdə və Şumerdə, hansı ki bu yazı nə idi? Piktoqrafik yazı, yəni şəkli yazı idi. Daha sonra hieroqlif yazı da Misirdə yaranmışdı və bunu ilk dəfə 1822-ci ildə fransız alimi Jean Champollion olmuşdu. Təhsilə gəldikdə isə onlar burada adi kahinlər, məmurlar, dəftərxana işçiləri, sonra burada var idi məbədlər. Yəni təhsildə əsasən bunlar uşaqlara hieroqlif yazı sistemini öyrədirdilər və burada var idi astronomiya sahəsində nailiyyətlər, hansı ki onlar qədim Misri qızıl ölkə adlandırsalar da onun əsas sərvəti buğda və digər dənli bitkiləri idi. Bunu nəzərə alın. Onlar günəş saatını, su saatını ixtira elədilər, ulduzlu göyün xəritəsini çəkdilər, təqvim yaratmışdılar. Onlarda il 12, 365 gün, hər ay 30 gün idi. Bunu bilin, yəni nəzərə salın. Sonra həndəsə sahəsində nailiyyətləri var idi. Üçbucaq, dairə, trapez, həcm ölçüsünü, nə bilim, onluq hesablama sistemini məhz bunlar kəşf eləmişlər. Tibb sayəsində göz, diş xəstəlikləri, sadə cərrahiyyə, nə mumyalanma işləri, din və əfsanələri bunlar çox tanınırdılar. Burada var idi Zevs idi, nə bilim, Zevs idi, Amon idi, bəzi tanrılar var idi. Və Amon qədim Misirlərin baş tanrısı idi. Günəş tanrısı Ra idi. Sonra uşaqlar burada nə bilməlisiniz? Ən hündür piramida kimə məxsus idi? Xeopsa, təxminən 147 metr idi. İlk pilləkənli formalı piramida isə Cosərə məxsus idi. Və ilk gizli sərdaba isə 1-ci Tutmosa məxsus idi. Aydın. Burada var idi Sfinks, hansı ki bu insan başlı şir bədənli bir varlıq idi. Baxın bu. Gördüyünüz kimi. Aydındır. Bu qədər uşaqlar Misir haqqındadır. Bir də nəyə nəzər salım? Misirlilər qulları adlanırlar yad ölülər. Oldu mu?